çok gözəl araşdır, çox dəqiqdir, bütün texnologiyalar üzərində bilmişdir. Məşhur alim Rəşid Mahmudovun araq reklam etməsi sosial mediada qınağa səbəb olub. Bu məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və Rəşid Mahmudov çoxsaylı tənqidlərə məruz qalıb. Biz də məsələyə aydınlıq gətirmək üçün alimin özü ilə əlaqə saxladıq. Biz 15 nəfər alimi hər 5-ci gün gedib baxmazlarda çörək yeyirik, problemlərimizi həll edirik. Rusdan qalmadır, pəncə araq içirik. Biz əslində müsəlmanıq. Bizdə araq zavodu olmamalıdır. Bizdə araq bırakılmamalıdır. Biz müsəlmanlar araq içməməli. 200 Rusun təsiri altında olmuşu hamile içən adam çoxdur. Bu arağı da xanım spirtindən asılıdır. Spirtini Sibirdən də düzəldirlər. Bax, andosla kartoşkadan düzəldirlər. Bax, bu neftdən spirt alırlar xanım. Onun arağını içirdirlər bizə. O da çox zəhərlidir. Xüsusən biz də neçə illərdə 37 ildir biz bundan istifadə edirik. Bu araq çox gözəl araqdır. Elə bilirlər, mən pul qazanmışam, milyoner olmuşam. Qoyma millət, Allah ömür yıxsın sənin. Sənin üçün deyirəm. O, bırakılan araqların hamısında sivil yağı çoxdur. İngredientlər çoxdur, zəhərli maddələr çoxdur. Amma bu özümüzünki bırakır, özlə İsmailinin buğdasıyla spirt alınır. Onun spirti buğda, en yaxşı spirti buğdadır. Ve özü de bunların zavodunda kömür var, onu temizleyir. Ve bize sudan asıl var. Suyun da terkibini, bütün mineral tuzları sabitleştirir. Deməli bu araq yaxşıdır, biz özümüz üçün bizə dedim ki, bu yaxşı araqdır bəli. Bunu içmək olar, o da həftədə bir dəfə 250 qramın artıq yox. Vapşe içmək Müslüman olsa lazımdır. Bu araq da bizim qıdamızdır. Bizdə qıda təhlükəsizlik nazirliyi var, komitəsi var. Bu bunu daima eləməlidir ki, araqlar bırakırlar, patlarlarda araqlar bırakırlar. Xanı bunlar hamısı çox zəhərlidir, zəhərlənənlər olur. Bu araq da bilirsiniz qaraciyərə, ondan sonra mədaltı nəzə, böyləyə, parankimasız orqanların hamısına, mədəyə, yara mələkəsi, bunların hamısının zərəri var. Mən də dedim ki, bu araqın spirti yaxşıdır bunun için. Ben bu milletime demeliyim, demeli değilim. Ya için zehirlenin, ölün kırılın gidin. Bir Reşit Məlim var, yıktın 1 milyon pul verdiler. Başınız zatlar düşünürsünüz, Reşit Məlim'in qabağına Allah pul yazmayayım, Allah öyle yıksın deyine. Ben pulu söylemem, siz özünüz var arasını. Ondan sonra araq alırsanlar.